Artır. Mən gün ərzində demək olar ki, heç nə yemirəm, amma yenə də çəkim elə bir yerdə durur, aşağı da düşmür. Nəyə məsləhət görürsünüz? Bu cür nüanslarla, bu cür fikirlərlə yanıma gələnlər çox olur. Onlar deyirlər ki, həqiqətən də mən heç nə yemirəm və bəzən şəkillər də atırlar. Yəni mən ilk 3 günlük, bir həftəsini bəzən öyrənirəm pasiyentin həqiqətən də yemirmi deyə. Amma məsələ orasındadır ki, baxır nə yeyir, nə yemir. Dişimizin tərpəndiyi hər şey qidadır. Əgər siz düşünürsünüzsə ki, əsas yemək olaraq səhər yeməyi, günorta yeməyi, axşam yeməyi bunu yemirsiniz, bunu ötürürsünüzsə, amma əvəzində çayla nəsə içirəm və yaxud düzdürmü? Evet. Çayla nəsə içirəm, gecələr atışdırıram. Baxın bu qidadır. Bu da qida sayılır. Və etdiyimiz odur ki, yəni əsas yeməyi yedikdə daha az kalori biz qəbul edirik və tox oluruq, nəinki atışdırmalıq yeməklə. Çünki gözə görünmür o, miqdarı çoxala bilər və siz sayını itirmiş ola bilərsiniz. Eyni zamanda da mən həmin insanlara, sizin kimi çəki atmaq istəyən insanlara məsləhət görərdim ki, əgər şirniyyat istəyirsinizsə, əvəzinə ət yeyin. Əgər şirniyyat istəyirsinizsə, əvəzinə yağ yeyin. Yəni şirniyyat istəyinizi əvəzləmək üçün yemək yeyin.